Arzu xanımın hadisəsinə, İlduza xanımın hadisəsinə. Gözəl insanlar. Mən sizə bir söz deyə bilərəm. Səhifəmə girsəz görərsiniz ki, tək bir arzum var, istəyim var ki, onlar barışığa gəlsinlər. Deyəcəksiniz, niyə? Bugün İlduza bir sınaq qarşısındadır. Allah Taala İlduzanın timsalında, emanan söz olmasın, bütün qadınlara bir xəbər yollayır, bir siqnal verir. Deyir ki, ey qadınlar, həddinizi aşmayın. Xoşbəxtçiliyinizi dünyaya bəyan etməyin. Xoşbəxtçilik, sakitçilik sevir. Nəyiniz varsa sizindir. Özünüz üçün yaşayın. Bəli, TikTok mən də açıram. Evdə də açıram, bayırda da açıram. Bugün İlduza xanımın bu qədər sınaqlarla, imtihanlarla üz-üzə gəlməsi, Allah Taala onu oyadır. Oyadır ki, 36 yaşın tamam oldu gözəl xanım. Özünə gəl. Başa düş ki, bu həyat həmişə belə davam etmir. Necə deyir Emana, məhbusun yanında azadlıqdan, xəstənin yanında sağlamlıqdan, kasıbın yanında ruzudan, evladı olmayanın yanında evlad sevincindən danışmayın. Siz qəlb yandırarsınız. Demirək gözə gələrsiniz, deyir qəlb yandırarsınız. Çünki onun yoxudur. Arzunu bugün qınayanlar, üzr istəyirəm sözümə görə, onu paxıllıq edənlərdir. Hamımız bilirik, vicdanımız var. Vicdanımız qarşısında hamımız bilirik ki, haqq da haqq hardadır. Amma mən bu iki ailəyə Rəbbimdən barışıq diləyirəm. Çünki Amal da bizimdir. Sənubər də bizimdir. İlduza da bizimdir. Biz Xocalı soyqırımında namusumuzu tapdalayan, balalarımızı qanına qəltan edən, hamilə qadınların qarnını yarıb, içinə pişik bağlayıb, onu təzdən tikən, ağ birçəklərimizi, ağsaqqallarımızı başını bədənindən ayıran, əskərlərimizi başsız bədənini analarının üstünə göndərən bir nəfərləri bağışlayan dövlətik. Özümüz özümüzə zərbə vurmayaq. Nə o körpənin 29 yaşında cavanın ailəsinə dağ çəkməyək, qarğışlarımızla, söyüşlərimizlə, tənələrimizlə, nə ağır yataqda olan gəlin bacıya kin saxlamayaq. Bəli, bu bir qəza idi, Allahın sınağı. Bir ömür getdi, bir çıraq söndü. Bəli, öz səhvi idi, amma oldu artıq bu iş. Hər kəsin ən böyük hakimi Allahdır, sonra da vicdanı. Əgər, xoş gəldin oğlum, əgər başını yastığa qoyub rahat yata bilirsə, ya o tərəf, ya bu tərəf. Allah bilən məsləhətdir, biz kimik ki? Amma qəlbimdən bir istəyim var Rəbbimdən. Bax, siz də 325 nəfər şahidsiniz. Bir ana kimi, evlad itirmiş ana kimi, cavan yaşında yaxınını itirən insan kimi. Qəzada, anam qəzaya düşdü, müstəntiq, indi mən Arzumun, Ulduzanın işinə baxanda görürəm ki, müstəntiq bizim də başımıza corab hördü. Anam qəzaya düşəndə, anama maşın vurdu. Yəni, böyük bir şey. Anladım ki, bu da müstəntiqin işiymiş. Və əzizini maşın qəzasında itirən adam kimi biz onu bağışladıq. Amma adamın ürəyi partladı KPZ-də, çıxmadı oradan. O vicdan əzabından ki, mən onu vurdum. Halbuki günah bizimkində idi. Lazım olmayan yerdə qaranlıqda keçmişdi, maşın onu vurmuşdu. Amma adam oradan çıxmadı. Onlar bir-birlərini bağışlamalıdırlar. Olsun Arzunun səhvi yoxdur. Hamımız bilirik ki, İlduzanın səhvi yoxdur. Olsun ki, o sürətlə gəlib. Amma çox sağ olun Günlər xanım, yaxşı olasınız. Amma burada kin saxlamaq, bir-birinizə trip atmaq, yox mən getmərəm, yox mən üzr istəmərəm. Arzum etməz bunu. Amma İlduza xanımı da buna yönəldənlər olub. İki ağ birçək, yalvarıram sizə,
necə elə o nəsildə iki ağbirçək, iki ağsaqqal yoxdur ki, İlduzənin özünü də olmasa, anasını, atasını yalına salıb aparsın. Olsun ki, səhvləri yoxdur, amma Allah bağışlayanı sevir. Allah məni bağışlayın deyəni sevir. Olsun, 100% bilirik səhv kimdədir. Vicdanımız var, sübut var. Amma o bala itirib, onun yarası daha ağırdır. O ananın yarası daha ağırdır. Baladan sonra nəvə itirib eşitdiyimə görə. Ay ana, Amalın anası, Sənubərin anası, bacılar, qohumlar, əqrabalar, gedən getdi, geri dönməyəcək. Yalvarıram sizə, 60 yaşım var, mən bəlkə də Amalın anasından böyüyəm. Gözəl bacım, videomda da paylaşmışam, bağışla. Yalvarıram sənə, Allah bağışlayandır. Yusif onu quyuya atan qardaşlarını bağışladı. Biz kimik? Ömür bitdi. Onun yaşam saati ora qədər idi. Allah ona o qədər ömür yazmışdı. Allah Taala Sənubər xanıma belə bir qəzadan sağ çıxmağı yazmışdı. Siz bağışlamaqla balanız üçün, mən o dünyaya inanmıram, amma din aləmində deyirlər ki, bağışlayanın cənnətə qapısı açıq olur. Siz balanıza cənnətin qapısını açmış olarsınız. Din aləmində elə deyirlər. Amma iman aləmində siz o 4 balanın, 8 gözün, 4 qəlbin dualarını qazanmış olarsınız. İnanın, Allah bağışlayandır. Biz kimik? Biz görün kimləri bağışlamışıq. Namusumuzu tapdıranları bağışlamışıq. Namusdan baha, namusdan qiymətli həyatda heç nə yoxdur. Mən elə bir şey tanımıram ki, namusdan, qeyrətdən önəmli olsun. Bu torpaqdan yaranmışıq, bu torpağa da gedəcəyik. Allahdan o anaya səbir və mərhəmət diləyirəm. Diz çökürəm qarşıda əziz ana. Oğlun günahkar olsa da mənim üçün fərqi yoxdur. Sən bir bala itirmisən, sən yanırsan. O yaranın üstünə bir stəkan suyu mən səpdim. Sevə-sevə. Allah nəvənə də rəhmət eləsin. Eşitdim ki, ondan sonra da nəvəni itirmisən. Anasına da, sizə də səbir diləyirəm. Bilmirəm ailədə kimlər var. Arzuma da, İlduzə xanıma da Allahdan rəhm və mərhəmət diləyirəm ki, bu düşdüyü çətinlikdən səhvini anlasın, kimin kim olduğunu başa düşsün. Necə yazıb Cəlaləddin Rumi, ot özünü dərdə dərman bilməsin, dəva da Allahdır, həkim də Allah. Qul qulu bilmədən yargılamasın, vəkil də Allahdır, hakim də Allah. Bugün biz bir-birimizi qınayıb, bağışlamadan yaşaya bilərik. Amma sabah Allahın hökmü nə olacaq? Bax, onu bilmirik. Ən böyük hakim Allahdır.